Əzizim, mən sənə dedim axı həyatımda ilk oğlansan. Mən nə bilim hansı restoran yaxşıdır. Özün tap da. Düz yerdə qız hara gedib birdən ikiyə. Gedək onda Novxanıya, Dağlılara. Ora yaxşıdır. Oranın kabinetin qapısı xarabdır, işləmir. Duysam ki sevir yar məni hər an dodağından. Canıma can gələr ki inan can dodağından. Qardaşım, indi rahat yerdə deyiləm. Özüm səni yığacam. Uşaq təmiz mənə əsəbləşdirdi. Ay Rəm, haraldı o? Şəmkirlidir, dostumdur. Niyə? Şəmkir uşaqları zarafatçı olurlar axı. Teymoy. Duysam ki sevir yar məni hər an dodağından. Canıma can gələr ki inan can dodağından. Aya, bu qız da maşına bərk həvəsiyir. Həyatımda da birinci oğlanım ona. Buna maşını sürməyə öyrədim. Nə olacaq ki? Və bundur həyatçısın Şadım. Ay Rəm, mən bir daha bulvara dəyim gəlim də. Ha, sürə bilirsən maşın? Hə, niyə sürmürəm? Hə, Cəki, gəlirəm, gözlə. Ha, bu nə sifarişdir? Bu hara sifariş verib? Alo. Alo, Salam qardaş. salam. Qardaş, kuryerdə semişka sifariş vermişdiniz. Bu attığınız konum düz qəbristanlığa gətirib. Hə, qardaş, 18 dəqiqə bir saat dön sağa görəcəksən mən. Qoy düşüm aşağı gözlə. Qardaş, mən qəbristanlığın içindəyəm. Hara gəlim? Dedim axı 18 dəqiqə bir saat dön sağa. Mən əl eləyəcəmsə. Ay, gəl özün götür də mən niyə qəbir sayıram? Yox, qorxursansa o başqa məsələ. Ay kişi, nədən qorxacam? Sən bu nətər ümumiyyətlə belə sifariş olur? Qardaş, semişka sifariş vermişsən, qəbristanlığın ortasına konum atmışsan. Gel götür də girişdəyəm. Bə mən nağarım, mollayam da nə mən? İş vaxtıma düşdü. Molla simişka çıxdamır, götürüb simişka gedirəm öyə. 18-ci qəbir, çıxıram qabağa. Əl eləyəcəm mənsə. Tek sigaretten karanlığı bir otaqda birdən şəndə yandı. Ay Allah, bu nə qəşəng oğlandı. Nə qəşəng maşını var. Ən böyük arzum belə bir maşında, belə bir sevgilim olsundu. Yandakı da Hüseyli bacım. Elə mən də belə düşünürdüm. Salam xanım. Aleyküm salam. Nə yaxşı şərəf verdiniz mənə saxladınız maşını. Xanım, ay xanım. Xanım ver baxayım. Az ver baxsana. Xanım, ala bu kuzuya görüm o baxışdan, gülməkdən bilirəm sənin beynindən keçənləri. Pradoda dostum Zakınındır. Xanım, mən sizə bir şey deyim. Xəyallarınız indi gerçəkləşir. Cakı çoxsun xəyalımda, sənin realında. Sənsən Cakı. Adım dillərdədir da bura. Amma qız əridir də, qaran qaqaşda necə olmalıdır? Can. Bunların bit fasonuna bax. Kukruzuna la. Get nə buradan? Sizin kimlərin əlindən şəhərə çıxmalı deyil. Rentikar maşın götürüb gəlib burada nəyə hadı-buduluq eləyirsən mənə? Bu nə bit fasonda? Uyayqa, qız bizi qaraqdı. İnandırım. Burada Asterix Obelix oxşuyuruq ha. Sən rentekarın pulunu vermişdi. Şakir, nətərsən qaqa? Sağ ol, qaqa. Maşını ver 10 dəqiqəlik, bir dənə mal lazımdır. Qızı işlənib və düşürdüm qayıdım. Qurbanlı baş üstə. Bir dənə olsa pavorotnik yanmır. Ona baxaq görə niyə elədi o? Şakı yandı, Şakı. Hə, yandı, всё. Gedə bilərəm də. Bir dənə mən Ruslan yanına düşüb getdim. Tez ol, tez gəl. Diduş qaqa, mən tələsirəm Ha, qaqa. getdim qaqa, heç nə. Sən Oldu. Aa. O nəyin işıqdır elə yanır orada? Nə bilim indi yandı. Ay desən motorun işığıdır. Tanış stresor yoxdur qaqa. Ay yatdı ona Nəciblə keçid, ay Rasimi çağırır. Stop, qurtardı. Aşağı dəyişdim. Üst qısqanı da dəyişdim. Oy, yox. Maşındakı yəni nəyi var tapdılar. Mənim yüzüyümü gör. Ha, hələ heç nə eləməm. Yüz əynimdədir şey. Yüzümü də. Ala, öpürəm. Şurada Şakı. Nemi, ay Nemi. Şakı. Nemi gör nə deyirəm? Qaqa canı axırıncı. Maşın pis gündədir qaqa. Əskini götürüb belə görüşə getməzlər. Orasını burası silək get. Otur maşına. Hara? Otur maşına deyəcəm. Qırağa dur sən bir dənə. Ay Nemi, o pişini emirsən dedim əski ilə bir balacası. Mənlik top yuyacam. Ay özü. Maşında çiçək kimi öpürəm ürək tələsirəm qız gözləyir. Mən də qardaşım. Ay bu nə mesajdır? Nə oldu ki? Ayda. Şakı. Qaqa bunun sığortasının vaxtıdır. Şakı, mən hələ mıqq eləməmişəm. Elə taksi ilə gedib 15 manata gələrdim də 200 manat sənin maşınına pul xərcləmişəm. Da bəsdir dana. Vermirsən cəhənnəmə. Balam, bura çox qəşəng restorandır. Oturaq burada. Oturaq da balam, mən də buranı bərk bəyənirəm ha. Bax sən xəstəsən ha, buranın qiymətindən xəbərin var sənin. Loxam mən. Balam, mən maşın sürməyi öyrədərsən. Az niyə öyrətmirəm, maşın sal qurbandır. Bax verəcəm əlində dağılacaq, lazımdır. Bir qırıq sürməklə ağılın qaçmayacaq. Belə qurbandır o, canım küçük qurbandır. Balam, bugün mənim ad günümdür. Yəqin unutmamısan. Balam heç onu mən unudaram. Türkan xanım, ad günü hədiyyəniz bununla da bitmir. Yeni avtomobilinizin atarı xeyirli olsun. Mənə maşın almısan? Necə? Azdı puluna minnət, otu gör nətərdir. Ay Nemi, bugün ad günündür sənin. Elə bilirsən ki yadımdan çıxıb. Yox. Hə, kasıfda olsa ürəyimiz varır da kişi, narahat olma. Hoppa. Qurda. Can. Balam, sevirəm də, səni çox sevirəm. Ha bu Nemi də ürəkdir. Balam yuxarını bir qıram. Balam. Gözəl xanım. Bu günlər sizin üçün. Aha, çox sağ ol. Hələ bu harasıdır? Sürprizlərlə doluyam mən. Maestro. Kimsə sənin yerini mənim qəlbimdə tutmaz. Sənə baxan gözlərim
Başka bir göze bakmaz benim möcüzem her Maestro kifayettir, şeyim. kifayettir maestro. O düşünceler uzun. Buyurun siz önde yerləşin. Çok sağ olun, teşekkür ederim. Bəs getmirik? Ne oldu buna ay xanım? İndi oturmuşsunuz ki 3 nəfər də götürüm çıxıram da. Başa düşməm, siz taksisiz. Yo, sənin qara qaşına, qara gözünə vurulmuşam. Manatlığam da. Bəs bayaqdan bu nə həngamə, bu nə gül çiçəyidir? Vay, patonu. Mədən olursan dillər belədir, yabanı olursan dillər belədir. Biz başımıza haranın daşı salaq. Gözlə burada bir nəfərim də kafedədir. Götürün çıxırım. Gəl, nə qardaş, gəl. Mən ara aparsan. Gün 24 saatı burdasan. Get xırdalana. Gəl. Xırdalan nədir? Bir nəfərim də var, sən öl. Söz qoyublar, damnoya gələcəklər. Ay ata, Haycan. göyə məni parka gətirmisən, amma telefondan qızlarla danışırsan. Az yox, nə qızı, quzum. Mamanın da yanında belə dərsən evdən didərgin düşərəm. O da ya bax, gör uşağımdan nətər maraqlanır. Bir bax utan. Bax quzum, elə deyirsən ki, mən də səni gətirmişəm də, o parka səninlə maraqlanıram. Əşi nəysə, dur mən apar evə. Dur gedək heç nə. Prosto maman heç nə demədi o telefon məsələsini. Küçük gədə nətər burnundan gətirdi. Get başqa yerdə oynadan ha. Alo, az uşaq yoxdur. Az nə bilim burada qabağımdan niyə eləyirdim belə sağa sola? Yoxdur. Ayla hardasan? Burada bir dənə qız görmədiniz balaca. Geçen yerdə aşkım, elə burada oturub bir dönər yeyərik. Şakı gör nə deyirəm, kartında 10 manat varsa at Türkanla gedim dönər yerinə pul yoxdur. İş gedir, iş. Nazım nətərsən? Sağ olasın mənim. Nasılın yaxşıdır? Bəlkə bir qəlyan özüm hazırlayım. Yaxşı olar ha. Ay, müdür gəlib. Səni müştəri girdi. Get bax. Bunun üstündən bir dənə də lahmacun gedərik. Sən nə yemirsən aşkım? Mən toxam. Qoy durum şotindidən verim mən. Sən deməmişdim o toya getməmənə sən ya. Nazım yaxşı. Ma bir yumruq atıyorsun soysun. Get müştəriyə bax. Qardaş salam mələküm. Bildiyimə görə siz buranın müdürüsünüz. Aha. Mən özüm tələbəliyəm, Bakı dövlətdə oxuyuram, eşitsənmi? Biri gəldim ondan üzbəyiz bu xanlanca. Yanımda qız var, pulum yoxdur. Olar mı bu səfər pulu verməyim? Tələbəsən eləmi? Elə mən xanlancı Bakı dövlətin yanında ona görə atmışam da. Mən də tələb olmuşam. Səni başa düşürəm qardaş. Burada nə var ki? Amma mən razmerimdə hərəkət eləmişəm. Dava keç kuxniyə. Pulum yoxdur gələn abi. Ay xanım bunun pulu yoxdur. Keç kuxniyə işdirsən. İşini də çıxartmışam nerviliyəm. Keç kuxniyə. Patokda bir yavır oldu. Hətta gəlin çıxın da. Nemət, nətərsən, nə var, nə yox. Deyirəm elə çəri keçməmiş, qoy sevgilimi səndən tanış eləyim. Adı Nərmindir, Bakı Dövlət Universitetini oxuyub qutarıb. İndi də bankda baş mühasib işləyir. Həyatında da bir dənə oğlan olub, o da mən fikrimdə ciddidir. Ay nə gözəl, nə gözəl. Lalə nətərsən? Yaxşım ay sən nə tərsən? Sağ ol. Qulaq sən o kafedən çıxdın, bir gəl sən. Sən hardan tapsan? Nə bilim tapmışam da. Mən sənə indi yadam. Bir həftədə Orxanın toyudur. Nə qədər yazdırasan? Nə yazdıram, o soların axırı yoxdur, boşanacaqlar. Ay bu gədə qatıq da. Ay yox, o qızın zibil mən bilirəm, nə varsa ortaya çıxacaq. Qaqa, cavan uşaqlar və enerji bol. Mosu özü də qol qoyub bu işə. Qəşəng evi maşını satırıq. Bir dənə obyekt atırıq, pul özü gəlir. Bir daya batacaq. Qaqa maşın bu var da basic klaska problemsiz ürək götürürsən. Qardaş çox bəyəndim, götürək hə Zakı. Mən səni bunu götürüb, olsa gedib 2 günə harası deyib, tırıq olub çində öləsən. Oy qaqa bu nə? Sən burayı. Bu nə danışır? Bunun yanında nə gətirmisən? Özdə mən sana bir şey deyim, bu maşın benzini çoxsa. Ay Nemət qardaşım. Belə olmur vallah. Biz nə qədər boş-boş gəzib veriləcəyik. Düz deyirsən qaqa. Bax Rüfətə bax, Nadirə bax, Elçinə bax. Hərəsi bir iş gördü. Hamısı da partlatdı. Fikirdən dəli olacam mən. Arvad ucu evə qoymur məni. Ay heç məni demirsən. Dədəmlə aranı nətər atmışamsa. Dünən kişi siqaret çəkir. Saçım dedim ki, dədə gəl Aslav gedək. Kişi lombası ilə tüpürdü özümə. Oy görə deyirəm də qardaşım, nəsə bir iş qurmalıyıq. Biznes də bura, biznes. Biznesi elə deyirsən ki, qurduq da ona biznes. Göyçaya 30 kamazlar vurmuşduq. Hamısı batdı. Elə bil ki, bütün yollarımı Bağlıdır, Əlusa. Söz danışmıram ama. Əlusa. yetki olmazsan burada biznes planı qurur. 9 kar, otur 9. Keçək nerede? Nerede keçəcəksən bu bacarmırsan he? Ha, bir də qəlyan verərsən. Zərt. Zərt tut. O qədər düz zər tutsan axırda vedrən atırdım zəri. Deyən o maşın bırax. Qaqa biz hər gün yığışırıq Baksəvədə 114 lanzada. Dominozada oynayıq, biznes sad quracaq edik ya. Nə oldu? Ay həqqi, qulaq, təzə bir dənə biznesi deyən var. Qubaya 4 lapet alma, partladacaq. Ağıllı fikirdə. İşləyərsən deyirsən? 100%. Sən heç nə danışmırsan. Mən özüm leş qiymətlə salacağam onu, alacağam. Ay qar yemi, biraz ayıq ol.
Sən danışma, mən seçib alacağam, heç nə demə. Avtomatlı, kovatlı, gün otomatlı. Söz götürəməm onu. Ol gəl. Ay, götürürəm nədir Şəmsi? Bir bura gəl görüm, hələ mən bunu bir analiz eləyim sonra. Motora korobkaya zəmanət var, sigortası var. Bunu istəmirsənsə 26-28 manata da var maşında. Götürürəm onu. Dava getsin. Ay, bir dəqiqə dayan görüm Şəmsi, hara gedirsən? Ay, getdiyim yerdə şaton çıxdı altına. Nə qaracam? Kimdir bu? Əmoğlu. Maşını sən götürəsən yoxsa bu? Mən götürəcəm. Onda uzaqlaşdır onu buradan. Əmoğlu. Mən ayrılmışam, mən götürəcəm özüm, narahat olma. Ha, bir dəqiqə dayan. Deməli deyirsən qardaş, bunun günü 30 manat eləmi? Hədə qardaş, ağa avto MMC-də belədir. 30 manat. Qalmaq şərti iləndir. Bəli. Gözəldir. Onsuz da mənim başım sıxırdı. Mən gedim qoyunumu otarım, sizə müşatçılıq eləməyim. Bu gücdə. Qardaş, bildin hep başlı. Sən nə bildin ki, mən baş dövlətin yanındayım? Bu kimdir belə? Sənlə də öləm, bilirəm sən başsan. Nə gözəl qızlar. Görüm hara gedir bu. Elinde sevgili Müəllim buyurun. Menü var. Prosto bilirəm ki, yenə də məndən soruşacaqsınız. Ha, yox, qardaş, mən o qədər qanmaz deyiləm. Bərba, nəyiniz var yeməyə? Nə istəyir ürək? Dönər versən qəşəng. Bir dəqiqə gətir. Ver. Ha, bu dönəri də yedim, qutardım, bu duran oxşamır. Deyirəm, nəsə zakaz eləyən olsa şotun verərdi. Allah köməyin olsun. Bunlar hara yersən? 3 saatdır buradasan. Partlayasan sən. Bir dənə də stalistini ver qalan. Gətir. Səndən başqa nəsə tema yoxdur ki. Nə, yox. Varsa deyə bilin. Yoxdur. Yox. Açığı mən o stoldakı qızın arxasından gəldim, girdim bura. Dedim, mən onunla tanış olaram da. Qardaş, o da heç nə zakaz vermir, mən partladım. O var, Türkan xanımdır, buranın yiyəsi. Nə danışsan, ha? Lahmacun buradadır. Soruşuram, başqa tema var yoxsa yox. Sağ ol, senin qızın sayəsində işləyirəm ama. Dedim, şakının arkasında danışır. Ola Rızvan gəldi ala. Uzatma. Nədir? Rızvan mənlə gedir. Boş. Mənlə. Ha, qardaş, nə qədər? Adam 2000-lə qapıtımı. Nə olub, eləməyəm, yürüdün. Ha, ver baxayım. Bir dəqiqə saxla. Demirdik Rızvan kişi deyil, mənlə gedəcək. Demişəm. Yox, deyil. Sən nə deyimsən, sən də deyirdin ki, mıxı kişi deyil. Buyur, get bura, maşına get. Mənlə gedəsən? Qardaş, yol üstü gedəcəm. Aç 30 manat aparıram da yol üstü taksi Ay, taparsan gedəcək. neyirəm sən 30 manat verib, qardaş? Qəşək bunu deməli, bax, buranlarını bax, ağarmışam. bax. Eşitməni, üçün qabaqdan. Girdim bu plastora, eşitməni. Girdim oradan bu yol üstü tətbiqini yüklədim. Qardaş, oradan seçdim ki, mən 3 gündən sonra gedəcəm Bakıya. Bir dənə qəşək axpral doğdu, qabaqda da yer var idi. Elə opsimayla bayna, o gəlir, indi çıxıram. Proqramla aparam, uzatma. Ay, yox, gedürəm. Ay, mənlə gedəcək. Ay, yox, 10 manat verəcəm. Dey bu Pradodur. Ay, de gəldi, çox salamat. Mənlə gedəcək. Ver. Sağ dedim, mən aparacam. Hadi, davay, Yox, özüm. Düşmanınız da olur, mən getdim. Ya dedim də. Rahatlaşdın. Dayın mənim arxamda nə demişdi dayım? Dayımın adı çəkmə mənim. Kasıbçılık bize. Vay loteriyadan 1 milyon unuttum. Loteriyadan 1 milyon. Mənim gözəl qardaşımın oğlu. Əmi. Der gör nə deyir? Der dilin qazı olur, şərbət olmağın. Bir nəslin başının tacı olmağın. Qardaş şeytana daş atıb hacı olmağın. Cibindəki puldan qasıdı amma indi sənin əlindəki loteriyadan asılıdır. Əmi indi yazın düşdüm. Sağ ol qadan alım. Gedə yemə bir çaydan söyləsə. Qalx mənim. Tapdım səni ala axır. Sən kimsən ala? Mən sənin də babalarımız o vaxt Stalingradda bir döyüşüb miras bölünmə. Vallahi heç mən babamı tanımıram, nə danışdın Allah sən? Tevfik deyil babamın adı. Stalingradda babamla bir yerdə döyüşüb qaqa bölünməlikdə miras. Ay gözə gəlirəm, yoxsa oradan ürgən və babamın adım bu. Axır ki qulağım dincəldi. Salam uşağa ad qoyuram tezdir. Nə qoyum tezdir bu dəqiqə. Ay dayı oğlu, uşaq 2 aylıq deyil, nə adı qoyursan? Ay indi qoyuram, mən indi qoyuram. Niyə sən qoy? Hələ olar mısın ki, verdim uşağı sən saxladın. Ay sən məni 2 yerdə qoymurdun, nə uşaq adı qoy? Belə ağsaqqalam mən. Sən bu nəsil, indən sonra ağsaqqalsan, bəli. Pullar nə işim sən eləmi? Pul nədir? Pul tapır bu şey. Yaxşı qoyacağam, uşağın adını qoyacağam, narahat olma. Başqa vaxt adamı 2 yerdə qoymurdular, indi ellər nəslin ağsaqqalı sənsən. Ay Allah, bu kimdə? Alo. Xal oğlu sağlam ol. Sən hardan eşitdin hə? Nə yığmışdın? Qızı verirəm, razısan? Qızı verirsən ver dana, mən nə yığırsan? Ondan bir yerdə qoymurlar, indi qızı veririm, ver dana. Papugay da qayıdıb deyib ki, mən gördüm. Sən dəlisən hə? Dəli sana dəli, bizi qırıb batırıyıb ürkməkdən. Ayda, qardaşlar, üzürü sayın, məni komandir çağırır, mən getməliyəm. Ənimi də qutar dənə də 2 dəqiqə söhbət eləyən biri. Saat 8 olmamış deyirsən ki, komandir çağırır. Evlənəndən sonra sən zayım çıxdı etəmisi. Doğuşandır da, doğuşan. Bir dənə zəkkələn kimi qaçır. Hə, yox qardaşlar, vallahi komandirdir, bir söz deyəmirəm. Öpürəm də, siz məni üzürü sayın, qaçmalıyım. Yaxşı dedi. Cənab baş leytenant Çavuş Əlizadə əmrinizə gəlmişdi. Çavuş Əlizadə, get böyle yat boy ver yatsın. Oldu, böyle bir hərəkət düşün. Salam qardaş. Salam Mələk. Belə dilənçi deyiləm. Mırta prost verə biləm. Ay 2 manat pul verə bilərsən, dərman alacağam. Niyə vermirəm ki? Verərəm, varımdır. Gözə sımçıqan sistem tutarım. Gözləyərəm hə.
Qardaş, nə gözləyirsən burada? Ay qardaş, 2 saatdır gəlmişəm bura, dedim may 2 manat pul ver. Deyir qoy semişkamı tutdum, qutarım verəcəm. Qutarmaq bilmir bu semişkamı. Sən onu tanımırsan, bizim qonşu Qəzənfərdir o. Ay sənə pul 2 manat pul verməmək dərdindən bir kamaz patron semişkası istəyər. Elə dadanıb hə patron. Vallahi. Fırladır elə. Vallahi get işinlə məşğul. Qoy biraz da gözüm, qoy biraz da gözüm. Qardaşım, çoxdan sənə bir söz demək istəyirəm. Ha, de görüm. Belə baxıram bu bir iş deyil. Canımız da əldən gedir, günümüz də gedir, cibimizdə bir qəpik də yoxdur. Ha, nə olsun? Deyirsən qınayacaqlar bizi, hörmət qoymayacaqlar. Ya nə qədər olar? 1 ay, 2 ay, 5 ay. Tərgit də bu zibildə, az çəkdə bu zibildə. Oya! Ah, nə danışırsan? Qıraqdan baxanda səhv başa düşəcək. 2 kilo çəkmişəm. Səy danışma. Get gör, o zibil qabında varsa gəlim onu da çəkim. Metalomalan gəlir indi. Yaxşımı? Yaxşı. Zivili çəkmə, zivili çəkmə. Bənəylə dolanağı. Alo. Telefona niyə cavab vermirsən? Sağ qalan əmin olacağı dədəm kimi adam saymırsan. Əmi, bir dəqiqə saxla. Sən öz qardaşına hörmət qoymayan adamsan. Mən hardan hörmət qoyassan? 50-105 manat gələn kimi adam saymırsan. İndi əmi belə. Sən Allah məni narahat eləmə. Əmi olur. Bro, Aydından pul istədim vermədi. Elsevərdən pul istədim vermədim. Belə dost olar, eksini atdım bloka. Onda sən belə elə də, mən də blok at. Niyə bro? Çünki məndə də pul yoxdur. Və gedəsən birazdan uşaqların yanına, onların yanına mənim pis yəsən. Hamı da vəziyyət pisdir, qardaş, heç kimdə yoxdur. Nə deyirsən? Çox dürüstsən, bu qədər yoxdur nə? Bu qədər yoxdur nə? Bəli, buyurun. Müəllim, sizin bankdan mənə mesaj gəlmişdi. 50.000 manata qədər gəlib kredit götürə bilərəm. Zəhmət olmasa sənədləri hazırlayın, mən gəlirəm krediti götürmə. Məlumatları yox. Aha, buyurun. Çox təəssüf müəllim, sizə kredit verilməsi bizim bankın daxili şərtləri ilə uyğun gəlmir. Mən bunu zaten bilirəm. Mənim rəsmi iş yerim yoxdur. Mən özüm bilirəm ki, mənə kredit düşmür. Sadəcə bu cəmaata boş-boş mesajlar göndərib onların vaxtını almayın. Mesajı göndərirsiniz. Gəlirik banka, sonra da deyirsiniz ki, zaten bankın kredit şərtlərinə uyğun deyil. Biz də sonra ölü diri qoymuruq həmin bankda. Yəni bunu çatdırın müdiriyyətə zəhmət olmasa. Xidmətdən razı qaldınız təbii. Razı qaldım. Papa, bir dəqiqə gəldim, darıxdım özünü. Hələ yola təzə çıxmışıq. Nə partlamadı bu? Bu yolda mənə imkan verməyəcək. Qoy bir siqaret çəkim. Nə ağarsan burada? Verirsən baba, verirsən. Dünya xonuna sağlam. Nə ağzını ilə ağarsan? Verirsən, gəldim, gedək. Mən qat eləyirəm, durub lomçunma baxır. Zibilə tutun ha. Ay baba, bu dostum yanında saxla. Qaqa, kişi gəlib soruşsa mən səndən pul almalıyım, eşitdinmi? Tez bir siqaret çəkim, bir yaxdım imkan vermirəm. Vallahi ağarsan. Sən Nazimin gedəsi döysən. Onun biri futkanın qavağını daşırdan. Bunun yüzündən ciqanlıq yağır. Bala oturub durma bundan. Nazim o yaxşı uşaq olsaydı öydən qolamazdı. Bayyat cönə. Bu boyda uzaq yol çıxmışam. Papruz almaq yadımdan çıxıb. Məndə var baba. Sağ ol oğul, sağ ol. Elə şadlıq sarayı var burada. Vermə ora, sabir qəşəng, aşıqlı videolu. Toy tutum gedək. Baba, yox,